Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda reallaşan 6-cı İslam Əmrəliyi oyunlarında 3 medal qazanan üzgüçülərimiz vətənə qayıtdılar. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, federasiya nümayəndələri və ailə üzvləri qarşıladılar. Hazırlıqlarımız davam eləyir. Bir neçə gündən sonra yığma komandamız Belarusiyada keçiriləcək Güclülərin Kuboku adlı böyük bir yarışda iştirak edəcək. MDB ölkələrinin ən top idmançılarının yer aldığı bir yarış olacaq. O yarışda bizim idmançılar çıxış edəcək və sabah axşamdan artıq biz məşqlərə yenə davam edəcəyik. Ondan sonra dekabr ayında qısa suda Avropa çempionatı keçiriləcək. Bizim 750 World Aquatic halı toplamış top idmançılarımız da o Avropa çempionatında artıq iştirak edəcəklər. Bu İslam oyunlarına 1 ay, 2 ay qalmış travma oldu məndə. Ona görə bütün planlarımız biraz, belə deyək, mənim öz fikirlərim dəyişdi. Mən yenə də çempionluq gözləyirdim, amma təəssüflər olsun ki, travmaya görə müəyyən bir vaxt itkisi oldu məndə və istədiyim sadəcə ölkəmə medal gətirmək idi. O da şükür ki, mənə nəsib oldu. Çox gərgin bir mübarizə idi, amma ona baxmayaraq 3-cü yerə layiq olmuşam. Onunla çox qürur duyuram, fəxr eləyirəm. Mənim üçün bu medal çox önəmli, böyük bir fəxrdir, belə deyim. Yəni, çox sevinirəm ki, 3-cü yerə layiq olmuşam. Düzdür, istərdim ki, ondan daha yüksək pilləyə duraq, amma bu dəfə belə oldu. Bu bizim üçün bir tarixi andır, çünki komandada ən böyük yaşlı mən olaraq, mən 2017-ci ildə Bakıda keçirilən İslam oyunlarında da 2 dəfə bürünc almışdım estafet yarışında. İndi isə bizim gənc komanda ilə birlikdə iştirak edib və mənə bu emosiyaları yenidən yaşatdıqlarına görə çox təşəkkürümü bildirirəm. Bu nəticə bizim üçün çox böyük bir uğurdur. Biz bu nəticə üçün çox hazırlaşmışıq və mən əminəm ki, biz vətənə daha yaxşı nəticələrdən geri qayıdacağıq. Qeyd edək ki, millimizin heyətində Ramil Vəlizadə 200 metr məsafəyə kəpənək üsulla üzmədə gümüş medal qazanıb. 1500 metr məsafəyə sərbəst üsulla üzmədə Süleyman İsmailzadə, 200 metr məsafəyə sərbəst üsulla estafet yarışında qadınlardan ibarət milli komandamızsa bürünc mükafata sahib çıxıb.